الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا محمد وعلى آله وصحبه أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. اللهم علمنا ما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما. أما بعد. Anad, yaradılış gayet nedir? Her yaradılış yaradır. İbadet etmek için. Ansaya? Ne diyordun? Yalnız mənə ibadet etməlidir. Demək, yaradılışdan əsas məqsəd nədir? İbadet. Yoxsa yemək içmək? Yoxsa yemək içmək, yatmaq, qılmaq, bunlar nədir? Bunlar da Allah üçün, diyen üçün. Bunlar nədir? Vasitələrdir. Hədəf deyil, Amma bəzi insanlar yeməyi, içməyi və başqa şeyləri nə edirlər? Hədəf tuturlar. Qayə. Amma əslində bunlar yemək, içmək nədir? Vasitədir. Ona görə müsəlman gərək onun həyatının hamısı nə olar? Həyatının hamısı yəni Allah üçün olar. Əgər insan İslama müvəffəq olursa, İslama hidayət olursa, İslama yönəlibsə, Allah Teala onu İslama hidayət edibsə, həqiqətən bu nədir? Böyük bir nemətdir. Əmə bikum min ni'mətin fəminəllah. Verilən hər bir nemət Allah tərəfindəndir. Və in təuddu ni'mətəllahi lə tuhsuha. Əgər Allahın verdiyi nemətləri sayırsanız və sayıb qurtara bilməzsiniz. Və buna görə insan bu neməti, hidayəti və İslama müvəffəq olmağı qiymətləndirməlidir. Əgər Allah Teala səni hidayət edirsə, bu nemətdən möhkəm tutmalısan. Bu nemətdən, hidayət nemətindən möhkəm tutaraq, itaətlərə daha da girişməli və daha da itaətlərdən güclü yapışmalısan. Çünki insanlar hidayət olunandan sonra, onlar bu yolda müxtəlifdirlər. Eləsi var, hidayət olur, o yolun əvvəlində dayanır. Və eləsi var, hidayət olur, hidayət olunduqdan sonra yolun yarısına kimi gedir, yenə yolu axıra çatdırmır. Və eləsi də vardır ki, və bu hidayətə müvəffəq olduqdan sonra axıra qədər kirmələnərək bu hidayətə girişir və bu hidayətdə Allahın razılığına çatmağa çalışır. Buna görə insan, Allah Teala çox şükür etməlidir ki, səni bu qəflət içərisində olanların içərisindən səni çıxartdı. Səni bu nemətə müvəffəq elədi. Allah Teala buyurur ki, فَمَنْ يُرِدِ اللّٰهُ اَنْ يَهْدِيَهُ يَشْرَحْ صَدْرَهُ لِلْإِسْلَامِ. Allah Teala kimi hidayət etmək istəyərsə, Allah Teala onun köksünü İslam'a tərəf açar. وَمَنْ يُرِدَ اَنْ يُضِلَّهُ يَجْعَلْ صَدْرَهُ ضَيِّقًا حَرَجًا كَأَنَّمَا يَصَّعَّدُ فِي السَّمَاءِ. Və kimi azdırmaq istəyərsə, onun sinəsini, köksünü sıxıntılı edər, elə bil ki, o göyə qalxır. Bu ayədən bilinir ki, qəlblər bağlıdır, örtülüdür. Yalnız Allah Teala'nın açdığından başqa. Deməli, Allah Teala sənin köksünü İslam'a açıbsa, həqiqətən bu böyük bir nemət. Gərək insan bu neməti qiymətləndirər. Allah nemət içərisində, Allah ən ucası və ən qiymətlisi insanın bu hidayətə müvəffəq olması. Buna görə sələflər bu hidayəti çatdıqdan sonra bunun qiymətini bilirdilər. Və fəzilətli insanlar da onlardır ki, hidayətə çatdıqdan sonra, bir fəzilətli bir şeyə çatdıqdan sonra, onun fəzilət tərəfdən onun qiymətini verər, qiymətləndirər. Və insan heç vaxt bilməsin ki, müəyyən dərəcəyə çatdıqdan sonra
və yaxud da hidayətə çatdıqdan sonra yəni axır bir nöqtəyə çatdığını hesab etməsin. Yəni qüvvələnməsin. Yəni çünki əsas ölçülür əməllərin axırı ilə. Əl-umuru bil-xavatim. Yəni işlər əməllərin sonu ilə ölçülür. Ona görə heç kim özünə arxain olmasın ki, artıq mən müəyyən dərəcədə elmliyəm, yaxud da müəyyən dərəcədə ibadətim var, özünə arxain olmasın, yaxud da qürurlanmasın. Çünki insanın ölçülməsi əməllərin axırı ilə, son əməllə ölçülür. Özün sələflər qorxurdular. Görürsən, əməlləri, bu hidayətə çatıdırlar və hidayətə çatdıqdan sonra əllərindən gələn qədər ibadət edər, itaat edər və bu itaətdə də Allahın razılığını qazanmağa çalışar və sonra axırda özlərini heç nə görürlər. Bu dərəcədə onlar ibadət edirlər və axırda heç nə. Ən aşağı insanlar görürlər. Amma bəziləri görürsən hələ bu seyrin, bu yolun əvvəlindədir. Artıq müəyyən dərəcəyə çatdığını hiss edir, yaxud da hesab edir. Əgər insan özünün müəyyən dərəcəyə, yaxud elm tərəfdən olsun, yaxud əməl, ibadət tərəfdən olsun, müəyyən dərəcəyə çatdığını hesab edərsə, bil ki, artıq ona qarşı həlak qapısı açılır. Bil ki, həlak qapısını açmışsan. İnsan nə qədər müəyyən dərəcəyə çatsa da özünü aşağı bilməli, çünki o dərəcəyə çatdıranda, müvəffəq edəndə Allah salədir. Çoxları müəyyən nemətlər verilir. O nemətləri şükr etmək, hər bir insan müvəffəq olmur. Ona müvəffəq edən də kimdir? Allah salədir. Əgər sən hər dəfə Allah salədir səni müvəffəq edirsə, artıq sənin içində bir şey yoxdur. Səni müvəffəq edən, artıq Allah Teala'nın sənin üzərində fəziləti böyükdür. Sənin Allah üzərində heç bir fəzilətin olduğunu bilməyinə, heç bir minnətçi olmayınə. Ona görə o vaxt Peyğəmbərə minnət edirlər İslam'a gəldiklərinə görə يَمُنُّونَ عَلَيْكَ أَنْ أَسْلَمُوا قُلْ لَا تَمُنُّوا عَلَيْهِ إِسْلَامُكُمْ. Sənə İslam'a gəldiklərinə görə minnət edirlər. De ki, İslam'a gəldiyinizə görə, müsəlman olduğunuz görə minnət eləməyin. Bəlilləhu yəmunnu aleykum ən hədəkunil iman. Əksinə Allah Teala'sı bu iman nemətinə, imana hidayət etdiyinə görə, müvəffəq etdiyinə görə sizə minnət edər. Ona görə insan nə qədər yuxarı dərəcəyə çatsa, elm tərəfdən, əməl tərəfdən, hidayət tərəfdən, bir o qədər özünü aşağı görməlidir, özünü heç nə görməlidir. Əgər özünü müəyyən dərəcəyə çatdığını hesab edərsə, bil ki artıq o insan həlakə düşür, həlak yolundadır. Ona görə bu mövzuda da sələflər bizim nümunəmizdir. Hər dəfə onlar yuxarı dərəcəyə qalxdıqda özlərini aşağı görərlər. İnnellezînehum min xəşyəti rabbihim müşfiqun. O möminlər göstərir ki, Rəbbindən onlar qorxarlar. Artıq onların qəlblərində Allah qorxusu yerləşib. Hər bir əməlində, hər bir sözündə və hər bir hərəkətində Allahın rizasını, Allahın razılığını umurlar. Buna görə hər bir müsəlman, bu hidayətə, İslam'a müvəffəq olan bir insan bu neməti qiymətləndirməlidir. Allah İslamdan uzaqda olanlar, görürsən onların çoxusunun nə dünyası var, nə ahirəti. İslamdan uzaq olduğuna görə ahirəti yoxdur və üstəlik baxırsan da bu insanların dünyası da yoxdur. Dünyası da əzab, əziyyət içərisindədir. Və buna görə hər bir insan bu qayəni biləndə artıq bu qayə üçün, bu hədəf üçün əməl etmək ona asanlaşır. Amma qayəni bilməyən insan isə, bu hədəfi, yaradılış hədəfini, qayəsini bilməyən insan isə görürsən heyrət içərisindədir. Necə ki, kafirlər kimi. Deyirlər ki, gəlmişik, bilmirik, haradan gəlmişik, gedirik və bilmirik, hara gedirik. Çünki onlar yaradılış qayəsini bilmirlər, iman gətirmirlər. Fəhəsibtum ənəmə xaləqnəkum abətən və ənəkum eleynə lə turcaun. Siz elə güman edirsiniz ki, biz sizi əbəs yerə yapmışıq və bizə qayıtmayacağınızı mı güman edirsiniz? Fətəaləllahul məlikul haqq. Allah Teala özünü bundan münezzeh etdi. Əbəs yerə bir şey yaratmaqdan münezzeh etdi.
əbədsizlik. Yəni deyir ki, Allah heç vaxt bir şeyi əbəs yerə, boş yerə yaratmaz. Və kim belə bir iddiada olarsa, zəndə olarsa, artıq bu kafirlərin zənnidir. Yəni Allah Teala'nın əbəs yerə bir şey yaratdığını deyərsə, söyləyərsə, artıq o insan Allahın hikmətinə, hikmət sahibi olan Allah Teala'nın hikmətinə təmin etmiş olur, ləkə yapmış olur və bununla da artıq küfr etmiş olur. وَمَا خَلَقْنَا السَّمَاءَ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا بَاطِلًا ذَلِكَ ظَنُّ الَّذ۪ينَ كَفَرُوا فَوَيْلٌ لِلَّذ۪ينَ كَفَرُوا مِنَ النَّارِ. Biz göyü və yeri və arasında olanları boş yerə yaratmadıq və bu kafirlərin zənnidir. Bu kafirlərin zənnidir. Əgər kim desə ki, Allah Teala göyü, yeri və arasında olanları boş yerə, əbəs yerə yaradır, artıq küfr edir, kafir olur. Nəyə görə? Çünki hikmət sahibi olan Allah Teala'nın hikmətinə təmin etmiş olur. فَوَيْلٌ لِلَّذ۪ينَ كَفَرُوا مِنَ النَّارِ. Vay halına o kafirlər, o oda düşəcək və odda yapacaq kafirlərin vay halına. Buna görə bu nimət, bu hidayət niməti olduqca böyük bir nimət. Və bu hidayətə gəldikdən sonra insan bu hidayətdən aldığı dişlərinə yapışmalıdır. Ona görə ən böyük xəsarətdəndir ki, ən böyük hüsrandandır ki, biz də hidayətə gələk və bizdən sonra başqaları da hidayətə gəlsin və sonra biz bu qafilənin, bu karvanın aslında olaq. Görsən, bizdən sonra hidayətə gələnlər daha möhkəm olur, daha əgər daha itaətdən güclü yapışarlarsa, artıq uduzmaqdır. Əgər sən birinci hidayətə gəlmişsənsə, o hidayət üzərində davam etməli və daha da genişlənməli və itaətin içərisində girişməlisən. Artıq geriyə gedirsənsə bu hüsrandır. Ona görə ən böyük hüsrandır ki, biz də hidayətə gələk və bizdən sonra başqaları da hidayətə gəlsin və o başqaları bizi qabaqlasınlar və biz o karvanın, bu hidayətə gələnlərin karvanının aslında olaq. Bu ən böyük xəsarətdir. Görürsə, insan ilk əvvəl gələndə əməlləri öz yerində, amma müəyyən vaxtdan sonra artıq əməllər zəifləyir və həmçinin artıq zikirlər zəifləyir və sonra Quran oxumaq artıq yaddan çıxır, tüm artıq bu hüsrana, bir səbəblərdən biridir. Ona görə insan bir fəzilətli bir şey biləndən sonra o fəzilətli şeyin haqqını verməlidir. O fəzilətli şeyi ötürməməlidir. Onun qiymətini bilməlidir. Bu hidayət elə şey deyildir. Adi görsək Peyğəmbər sallallahu aleyhi və səlləm, Qüreyş gəlib Peyğəmbər sallallahu aleyhi və səlləmə deyir ki, Peyğəmbər sallallahu əmisi ilə gəlirlər, Abu Taliblə, deyir ki, əgər sən mülk istəyirsən, sənə mülk verək. Əgər evlənmək istəyirsənsə, sənə ən gözəl qadınlarla evləndirək. Əgər mal istəyirsənsə, sənə mal verək. Əgər ağalıq istəyirsən səni, ağa edək. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, əxaraqsa ya əm, ey əmim, sən artıq qurtardın mı? Deyir ki, bəli. Əgər günəşi sağ əlimə və ayı da sol əlimə qoysalar, mən bunu heç nəyə əvəz eləmədəm. Bu da nəyi bildirir? Bu hidayətin ən böyük nimət olmasını, ən böyük dərəcədə bir şey olmasını bildirir. Heç bir şeylə əvəz olunmaz bir şeydir. Ona görə əgər insan biləndə ki, bir şey fəzilətli şeydir, o fəzilətli şeyi başqası ilə dəyişməz. Və bundan sonra insan özü hidayətə gəldikdən sonra, özü düzəldikdən sonra insan bu hidayəti yaymalıdır. Və bu hidayəti daşımalıdır da başqalarına. Harpa olsa, çalışmalıdır ki, bu hidayəti, o aldığı özünün bu ləzzəti də başqalarına çatdırmağa çalışmalıdır. İstəyir evdə olsun, istəyir maşında olsun, hər bir yerdə olduğu zaman bu hidayəti insanlara çatdırsın. Və bu hidayəti ən əsas, layiq olanlardan biri də öz ailəsidir. Öz ailəsi bu hidayətə daha layiqdir. Əgər görsələr ki, onlar, ailəsi hidayət üzərindədir və onlara daha da artırmalıdır. Onların hidayətini daha da gücləndirməlidir. Əgər yox, hidayət üzərində deyilsə, onları daha da hidayətə dəvət eləməli, onları daha çağırmalıdır. Və həmçində ailədən sonra başqaları, ən yaxın qohumları, əqrabalar da bu hidayətə, bu aldığın ləzzəti insanlarla, başqaları ilə bölüşməlisən. Və ən
yəni layiq olan dedik ki, insanın öz ailəsidir. Öz ailəsində olduğu zaman, yəni insanın öz ailəsinə çatdırması, öz oğluna, uşağına çatdırması yəni heç də ağır deyildir. Yəni yüngül bir kəlmələrdir ki, yəni öz oğluna deməsi ki, yəni ey oğlum, yəni bilirsənmi Allah kimdir? Yəni Allahın sənin atanın üzərində nə qədər fəziləti var. Yəni bu yüngül bir kəlmələr, hər bir insan da bunu söyləyə bilər. Amma bu kəlmələr o uşaqda yəni böyük bir təsir qoyur. Çünki artıq o uşağın qəlbi heç bir günahlarla, masiyə ilə, isyanla qaralmıyor. Çünki o kəlmələr artıq onun qəlbində yerləşir. Yəni sənin atan kasıb idi, Allah Teala varlandırdı. Yəni atanın evi yox idi, Allah ona ev verdi. Yəni bütün bir atan batmış idi, heç kəs onu tanımırdı, Allah Teala onu şöhrətləndirdi. Artıq hamı onu tanıyır. Yəni bütün bunların nemət. Gərək insan bunu qiymətləndirə. Vallahi insanın hətta müəyyən bir vəzifədə olması, özünün əli altında bir insanın, yaxud heç bir insanda olması, müəyyən vəzifədə olması və insanlar, başqaları onun yanına gəlir, o ehtiyacı üçün gəlirsə, vallahi bu özü nemətdir. Peyğəmbər sallallahu əleyhi insan bir süm'aya görə də qiyamət günü soruşulacaqdır onun barəsində, o nemət barəsində. Yəni süm'a, tanınmağına görə. Yəni başqaları onun barəsində eşidir filankəs. Bu özü bir nemətdir. Əhməd ibn Həmbel rahiməllahdan bu barədə deyildikdə, o deyir ki, qorxuram bu istidrac olar. Yəni insanları özünü tanıması, yaxud da tərifləməsi artıq sevinmədi. Deyiləndə ki, filankəsdə insanlar artıq səni sevir, səni tərifləyir, artıq o qürurlanmadı. Dedi ki, qorxuram bu istidrac olar. İstidrac da bilirsə ki, Allahın insanı yavaş-yavaş əzaba tərəf sürükləməsidir. Görürsə insan, sələflər, təqva sahibləri heç vaxt kiminsə tərifi ilə, kiminsə tərifləməsi ilə qürrələnmir, aldanmır. Çünki öz nəfslərini daha yaxşı tanıyırlar. Kimsə nə qədər tərifləsə də, səni özündən yaxşı heç kəs tanıya bilməz. Əgər insanlar səni tərifləyərsə, sən öz nəfsinə xatırlat ki, ey nəfsim, filan günahın sahibi sən deyilsənmi? Filan işi edən sən deyilsənmi? Tez artıq nəfsi məzəmmət üzərində qur. Çünki bu nəfs, məzəmmət üzərində qurulmalıdır. İnsan özü hidayətə gəldikdən sonra, bu hidayəti, bu neməti, bacardığı qədər, başqaları ilə bölüşməlidir. Çünki Allah Teala buyurur ki, "Eyyuhellezine amenu qu enfusakum ve ahlikum nara." Ey iman gətirənlər, siz özünüzü və həmçinin ailənizi oddan qoruyun. وَقُودُهَا وَالْحِجَارَ Elə bir od ki, onun yanacağı insanlar və daşlardır. عَلَيْهَا مَلَائِكَةٌ غِلَاظٌ شِدَادٌ لَا يَعْصُونَ اللّٰهَ مَا أَمَرَهُمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ onun üzərində sərt mələklər vardır. Allah'a heç vaxt asi olmazlar və Allahın əmirlərini dərhal yerinə yetirən mələklər vardır. Şiddətli bir oddur. Ona görə insan himayəçidir. Öz ailəsindən sorumludur. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Kullukum ra'in və məs'ulun an ra'iyyəti." Sizin hər biriniz himayəçisiniz və öz rəiyyətindən və əli altında olanlardan sorumludur. Həmçinin kişi də öz ailəsinin başçısıdır, himayəçisidir və əli altında olanlardan sorumludur. Onlara Allahın əmirlərini buyururmu? Onlarda Allahın əmirlərini tətbiq etdirirmi? Yoxsa göz yumurmu? Bütün bunlar sorumlu. Qiyamət günü bu sizin əgər səhlənkar olarsa, əmr etməzsə və evdə Allahı qəzəbləndirən şeylər olduğu zaman qəzəblənməzsə, istənməzsə, bütün bunlar barəsində o insan qiyamət günü sorumludur. Kullukum ra'in təməs'ulun an ra'iyyətihi. Sizin hər biriniz himayəçisiniz və öz əli altında olanlardan, öz rəiyyətindən sorumludur. Onlara nəsiyyət etdimi? Onlara Allahın əmirlərini əmr edərək və qadağanlarından çəkindirdimi? Ona görə himayəçiliyi, tələb etdiyi şeylərdən biri də odur ki, Allahın əmirlərini, vacibləri öz ailəsini əmr etmək və onlara öyrətmək. Necə ki, Allah Teala Quranda buyurur, وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاصْطَبِرْ عَلَيْهَا لَا نَسْأَلُكَ رِزْقًا Sən ailənə namazı əmr et. Ailənə namazı əmr et, وَاصْطَبِرْ عَلَيْهَا və bunun üzərində möhkəm ol, səbr et. لَا نَسْأَلُكَ رِزْقًا Biz səndən ruzi istəmirik, نَحْنُ نَرْزُقُكَ
və səni ruziləndirən bizik vəl-aqibətü lit-təqva və xoş aqibətli təqvanındır. Yəni bu ayə bildirir ki, əgər bir ailədə yəni Allahın əmirləri bərqərar olarsa, yəni Allahın əmirləri yerinə yetirirək və qadağanlarından çəkinərsə, Allah Teala o ailənin ruzisinə zamindir. O la nəsəlükə rizqə, biz səndən ruzi istəmirik. Sənə ruzi verən, yəni bizik. Yəni bu bildirir ki, günahlar, yəni Allahın əmrinə asi olmaq və Allahın qadağanlarının, Allahın aləmlərin Rəbbinin evdə qəzəbləndirən nə kimi şeylərin olması, yəni bu ruziyə, insanın ruzidən məhrum edən şeylərdən biridir. Əgər insan ruzidən məhrum olarsa, yəni özünə qayıtsın və baxsın nə kimi şeylər, yəni aləmlərin Rəbbini qəzəbləndirən nə kimi şeylər evdə var. İnnəl abdə lə yuframu rizqa bizzəm yusibu. Bir hədisdə gəlir ki, insan etdiyi günahına görə ruzidən də məhrum olur. Etdiyi günahına görə ruzidən də məhrum olur. Ona görə ev sahibi, yəni himayəçi bütün bunları birinci öyrətməli və sonra olar, yəni vacib olan şeyləri ailəsinə əmr etməlidir. Çünki ayədən çıxarılır ki, bu ənfusəkum birinci özünüzü qoruyun. Yəni insan özünü necə qoruyur? İnsan Allahın əmr əzabından, cəhənnəmdən, Allahın qəzəbindən özünü necə qoruyur? Yəni salih əməllər işləməklə. Salih əməlin salih olduğunu insan necə bilə bilər? Yalnız öyrənməklə, elmlə. Yəni birinci bilməlidir ki, bu əməl salihdir. Yəni o əməli Peyğəmbər s.ə.v edib, yoxsa etməyib. Və edibsə necə edib? Və bunları bildikdən sonra, ondan sonra əməl etməlidir. Deməli, salih əməllə insan özünü Allahın qəzəbindən, Allahın əzabından qoruyur və bunu işləmək üçün də mütləq onu bilməlidir. Və həmçinin də ailəsini necə qorumalıdır? Ailəsində həmçinin yəni bu salih əməlləri öyrətməlidir. Çoxları görsən, yəni bu dəvəti kənarda başqaları arasında edir, amma evə gəlib evdəkilərini heç də öyrətmir. Amma bilmir ki, yəni ən birinci öyrətməyə layiq olan öz ailəsidir. Amma ki, dəvəti başqa yerdə edir, amma ailəsi kənarda qalır. Sonra ailəsindən müəyyən münkər işlər gördükdə, yəni başlayır danlamağa ki, yəni ailəsi yaxşı deyil. Yəni necə yaxşı olsun ki, sən özün eşitirsən, amma ailə qalır kənarda. Əgər istəyirsən ki, ailən də yəni düzəlsin, yəni onu da yəni öyrətməsən, bu dərslərə gətirməlidir. Yəni elm məclislərinə onlar da gəlməlidir ki, onlar da eşitsinlər, yəni onlar da öyrənsinlər və bununla onlar da yəni Allahın əzabından, Allahın cəzasından, yəni oddan qorunsunlar. Və həmçinin oğul uşaq da, yəni insan bunları da əmr etməlidir öz evladına, öz zürriyyətinə. Yəni onun barəsində də yəni sorumludur. Görürsən, dünyası üçün lazım olan hər bir şeyi alır. Maşın istəyir, maşın alır. Müəyyən dünyavi məqsədlərindən nəyi var hamısına çatdırır, amma ahirət məsələləri qalır kənarda. Yəni ona görə deyirlər ki, alimlər uşaqları öz ana atasından, valideynlərindən daha çox sevir. Alimlər uşaqları öz ana atasından, valideynlərindən daha çox sevir. Nəyə görə? Çünki valideynlər uşaqları dünyanın odundan, soyuğundan qoruyurlar. Alimlər isə uşaqları ahirətin soyuğundan, ahirətin istisindən qoruyurlar. Vallahi, əgər sən öz evladına yəni dəstəmaz almağı öyrətsən və o nə qədər yəni üzünə uğrarsa, dəstəmaz aldığı zaman və qoluna sökərsə, sən bunda, bu əməldə, bu əcirdə sən ona şərik olursan. Və əgər sən ona Fatihəni, yaxud da Qurandan bir ayəni öyrətdiyin zaman, o nə qədər yəni o dili Quranla yaşlanarsa, sən ona əcirdə şərik olursan. Əgər evladlar, yəni zürriyyət, yəni Allaha itaətdə böyüməsə, Allahı tanımasalar, yəni o zürriyyətin nə qədir qiyməti olar? Heç bir qiyməti olmaz. Əgər bir zürriyyət ki, Allahın haqqını tanımır, Allahı tanımırsa, yəni əlbəttə ki, o başqalarının haqlarını daha da çox zay edəcəkdir. Əgər Allahın haqqını zay edən bir insan, bir evlad, bir zürriyyət, şək yoxdur ki, başqa haqları daha da çox yəni zay edəcəkdir. Ona görə Ömər radiyallahu anhu buyurur ki, əgər bir kəsi dost seçmək istəyirsənsə, bax onun namazına.
bax onun namazına. Əgər o insan namaz zay edirsə, bir əlini ondan sil. Al əlini ondan üz. Əgər bir insan namaz zay edirsə, şək yoxdur, sənin dostluq haqlarını daha da güclü zay edənlərdən biri olacaq. Ona görə insan dost seçəndə, yəni baxmalıdır, kim dost seçir. Yəni o şəxsi dost seçməlidir ki, o insan yəni onun ahirətinə yardım edəcək. Yəni Allah xatırladığı zaman yəni daha da yardım edəcək və xatırlamasa onu yadına salacaqdır. Yəni bu kimi şeylər yəni olduqca mühümdür. İnsan yəni hidayətin qiymətini bilmək. Vallahi neçə insanlar vardır ki, bu nemətdən uzaqdadırlar. Yəni bu nemətin qiymətini bilmirlər. Yəni zülmət içərisindədirlər. Görsən, baxmayaraq ki, milyonların içərisindədir, qəsrlərin içərisindədir, amma yaşayış deyil. Yəni qəlb rahatlığı yoxdur o insanlarda. Necə də ola bilsin? Çünki Allah sana vədidir ki, mənə arıdan zikri fə innə ləhu məşən bankə. Yəni kimi mənə anmaqdan uzaq olarsa, biz onun güzaranını daraldarıq. Yəni yaşayışını sıxıntı içərisində edərik. O insan istədiyini yesin, istədiyini geyinsin, qəsrlərdə yaşasın, yəni o qəlb rahatlığını, o xoşbəxtliyi, o səadətliyi bilməz. Bu Allahın vədidir. Yəni Allah da vədini xilaf çıxırmı? Əlbəttə ki, yox. Yəni bunu hər bir insan öz təcrübədən keçə bilər. Hər bir insan təcrübədən keçə bilər. Əgər insan Allahın əmirlərindən uzaq olduğu halda, yəni baxmayaraq milyonların qəsrlərin içərisindədir, yəni o insanın yaşayışı ola bilməz. O insanda heç vaxt qəlb rahatlığı ola bilməz. Və əgər insan istəyirsə ki, rahat olsun, özünün yaradanının əmirlərini yerinə yetirməlidir. Allah Teala buyurur ki, "Ələ ya'lem men xalaqa və huvel-latiful xabir." Yəni Allah Teala yarattığını bilmirmi? Əgər Allah Teala bizi yaradıbsa, yəni bizim xeyrimizin və şərrimizin harda olduğunu o bilir. Və buna görə buyurur ki, budur. Yəni bunu edin, xeyriniz buradadır. Sizin dünya və axirət səadətiniz buradadır. Yəni görürsən ki, insan Allah'a buraxaraq, yəni başqa maddiyyətdə, başqa şeylərdə səadət axtarır. Əgər uzaqdırsa, yəni Allahın əmirlərindən heç o səadəti, o xoşbəxtliyi çıxan şey deyildir. Yəni insan ağıllı olmalı, düşünməli, bilməlidir ki, yəni bizi yaradan Allah'dırsa və Allah bizi bilir, bizim xeyrimiz hardadır. Əgər Allah Teala bizə bir şey əmr edirsə, yəni bilməliyik ki, orada bizim xeyrimiz var. Hətta bizim ağlımız onu dərk eləməsə də. Əgər Allah Teala bizi bir şeydən çəkindirirsə və bir şey qadağan edirsə, biz onu qəti olaraq bilməliyik ki, orada zərər var. Hətta biz ağıl tərəfdən onu dərk etməsək də onun zərəri nədir, necədir? Çünki elə şeylər var, hikməti bəllidir, elə şeylər var, hikməti bəlli deyil. Amma bizim üzərimizdə düşən nədir? Yəni Allahın əsgərləri olmaq. Hər bir şeydə Allahın əmirlərini təslim olmaq. Yəni artıq niyə, nə suallarını verməmək. Yəni biz Allahın mülküyük. Yəni Allah Teala öz mülkündə istədiyini də edə bilər. Lakin Allah Teala öz rəhmətindəndir ki, yəni bizə imkan verib ki, öz rəhmətini əməllər səbəbi ilə, əməllər vasitəsi ilə onu qazanır. Yəni heç kəs öz əməli ilə şək yoxdur ki, cənnəti qazanır. Yəni Allah, hər bir insan Allahın, kim cənnəti qazanırsa, Allahın rəhməti ilə cənnəti qazanır. Kim cəhənnəmi qazanırsa, o da Allahın adilliyi ilə. Yəni heç kəs fikrinə gəlməsin ki, Allah Teala kimisə zülm edib onu cəhənnəmə salır. Əlbəttə ki, yox. Yəni kim cəhənnəmə düşürsə, o Allahın adilliyinə görə cəhənnəmə düşür. Və kim cənnətə düşürsə, o Allahın nəyinə görə? Rəhmətinə görə. Heç kəs əməli ilə qazanmır. Əməllər özlüyündə də Allahın rəhmətinə bir səbəbdir. Ona görə bu sadəcə çatdırmaq istədim odur ki, bu hidayətdir. Görürsən, insan birinci gəlir, yaxşı olur, sonra uzaqlaşır. Sonra bunun qiymətini bilmir. Və insan uzaqlaşdıqca da artıq görürsən ki, heyrət içərisində olur. Əməlləri artıq baş tutmur, düzgün olmur əməlləri. Görürsən, narahat sıkıntı içərisində olur. O görə insan qayıtmalıdır, xatırlamalıdır. Çünki Allah Teala buyurur ki, وَذَكِّرْ فَإِنَّ ذِكْرَ تَنْفَعَ الْمُؤْمِنِينَ Sən xatırlat, həqiqətən xatırlatmaq möminlərə fayda verir. Xatırlatmaq möminlərə fayda verir. Demək ki, başqalarına. Allah Teala deyir ki, xatırlatmaq möminlərə fayda verir. O kəsdə ki, iman var, əgər iman varsa xatırlamaqla o faydalanmalıdır, imanı artmalıdır. Özünü düzəltməlidir. Əgər özünü düzəltmirsə, imanı artmırsa, deməli, xəstəlik, səbəb onun özündədir. Ayələrdə, hədisdə yox, insanın özünü, qəlbini axtarsın.
Çünki Allah Teala buyurur ki: "İnne fi zalika lezikra limen kana lahu qalbun aw alqa-s-sem'a ve huve şehid." Həqiqətən bunlarda ibrət vardır. İbrət var kim üçün? Limen alqa-s-sem. Limen kana lahu qalbun, o kəs onun qəlbi var. Birinci şərt nədir? Qəlbi var. Alqa-s-sem'a və əgər qulaq verərsə, dinləyərsə, və huve şehid və şahid olduğu halda, hazır olduğu halda. Hazır olduğu halda, dinləyərsə və qəlbi varsa. Yəni qəlbi olmayan insan varmı? Qəlbi olmayan insan yox. Qəsd olunan nədir burada? Diri qəlbi var. Yəni kimin ki diri qəlbi var, əlbəttə ki o faydalanır, o ibrət alır. Ona görə insan əsas dəvəti də yəni Qur'an və sünnə ilə olmalı. Çünki sünnə özü də vəhidir. Əgər bir insan yəni Qur'an və sünnə ilə dəvət edə bilmirsə, yaxud istəmirsə, yəni onun dəvətinə heç ehtiyacımız da yoxdur. O dəvətdə heç bərəkət də ola bilməz. Çünki yəni bərəkət Allahın kəlamındadır. Həmçində Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsindədir. Çünki sünnə özü də vəhidir. Peyğəmbər sallallahu aleyhi və səlləm də buyurur ki: "İnni utitul Qur'ana və misləhu ma'hu." Mənə Qur'an verildi və bir o qədər də başqası yəni hədislər.